Niyə bəzilərində eynəklər ideal, bəzilərində isə bərbad görsənir? Bunun səbəbi nə eynəyin forması, nə də brendidir. Sadəcə olaraq üz quruluşunu yaxşı tanımırsan. Üz quruluşunuzu təyin etmək üçün belə bir maskadan istifadə edə bilərsiniz. Burada seçirsiniz hansı sizə daha çox uyğun gəlir. Dairə mənə uyğun deyil və kvadrat forması. Mənə ən çox uyğun gələn bu oldu. Əgər sən də aval üz quruluşuna sahibsənsə, təbrik edirəm. Sənə bütün eynəklər yaraşır. Sadəcə olaraq əsas nüans eynəyin sənin üz ölçülərinlə proporsional olması. İkinci kvadrat üz quruluşu. Bu zaman sən dairəvi kənarları daha yumşaq formada kəsilmiş və çərçivəsi qaş hizasında olan eynəklərdən istifadə edə bilərsən. Üçüncü dairəvi üz quruluşu. Bu zaman sən düz bucaqlı, kvadrat və yumru formada olan eynəklərdən istifadə edə bilərsən. Sadəcə olaraq bu zaman eynəyin uzunluğu onun enindən biraz daha çox olmalıdır. Dördüncü romvari üz quruluşu. Pişik gözü formasında olan eynəklər dairəvi, kvadrat hər biri yaraşır. Sadəcə olaraq eynəyin eni çox böyük olmamalıdır. Əgər yerindəcə hansı eynəyin sizə daha çox yaraşdığını təyin eləmək istəyirsinizsə, sizi bir optika mağazasına aparacağam. Bura Gilas optikadır və siz burada zövqünüzə uyğun istənilən formada eynək tapa bilərsiniz. Fərqli və eksklüziv brendlərlə yanaşı qiymətlər də münasibdir. Üstəlik ödənişsiz müayinə də daxil. Və sizə bir sürprizim daha var. Tək şəxsiyyət vəsiqəsi ilə 100 AZN-dən yuxarı alış-veriş edən hər kəsə kreditlə hissəli şəkildə ödəmə imkanı mövcuddur. Daha nə olsun, eynək almağa ertələmə, ən yaxın filiala get, hissə isə rahat şəkildə ödə.